Salam izleyicilerimiz. Bu yaxınlarda bizə bir Gül xanım yaxlaşmışdı Rusiyadan, bizim əmniyyətimizdir. Rusiyada əməliyyat olmuşdur, Rusiyadan sonra əməliyyat olmuşdur və residiv əmələ gəlmişdir. Biz Gül xanımı tam müayinə elədik, dopplergrafi elədik və orada residiv, varikoz xəstəliyin residivi olduğuna görə biz Gül xanım məsləhət gördük ki, bunun yaxşı, gicənə yolu, mini invaziv, total endovenoz lazer ameliyatı. Biz əməliyyat icra eləmişik, bu günə də yəni skelet tərəfini inşallah davam edəməliyik. Sadəcə soruşması, Gül xanım, sizə əməliyyata vaxt olmaqdır? 2004, yok 5 yıl, 2006. Çok basit, aha bak. Bəs bizdə? Совсем недавно, bir həftə. Baxın, bir həftə bundan qabaq, yəni bir həftə sahibindən 5-ci günə, bir həftə 5-ci günə əməliyyat eləmişik. 2 ayağını total ödəviniz lazım bilərsə. Gül xanım da özü çox rahatdır. Yani bilemeyeceğiz, çok очень довольны. Отлично себя чувствую, очень хорошо себя чувствую. Не ожидала, что брать birinci ameliyatım çok uğursuz geçti, если честно. Хотя Дейв тоже хороший доктор, но в общем не получилось. В этот раз я çok korka geldim, если честно. Ama мои ожидания, оказывается, düzgün olmamıştı. Я думала, что будет не так, но очень хорошо. Я очень довольна. Я очень тебя прекрасно... Kim soruşur, как ты себя чувствуешь? Я говорю, прекрасно себя чувствую на самом деле. Çok sağ olun. Gül xanım çok narahatlı, çok qorxurdu. Hətta qorxurdu, azılı ağır ki, mən əməliyyat olmuşam. Больше всего önce qorxurdum. Əməliyyatdan sonra da heç bir dəyməz, qorxuş buna dəyməz. Я не дəyməz на самом деле. Плюс еще, честно сказать, я искренне хочу признаться, что зав. Доктор очень такой, прям, знаете, добрый, хороший. То есть, на самом деле, я довольна, что врач. Biz istəyirik xəstələrə kömək edək, yəni pasientlərimizə kömək edək, düzgün yol seçək ki, və onlar sonra təzədən bizə qayıtmasınlar, həkimlərə müraciət eləməsinlər, sağlam olsunlar. Çox sağ olun.